Salam olsun bizim kanalı izleyen hər bir kəsə. Bu dəfəki çəkilişim Bakıda Qala Təbiət Qoruğu ərazisində yerləşən Bimlənd Uşaq Əyləncə Mərkəzindəndir. Burada belə bir giriş var. Baku Illusion Museum. Qala siz Instagram səhifələrindən girsəz, oradan giriş nöqtəsini göstərir. Qala yazısı var, böyük. Qalanın özünün maketidir. Ondan sağa dönürsünüz və düz yolla gəlib bu dayanacaq hissəyə çatırsınız. Maşınınızı burada rahat park edib ondan sonra əraziyə girə bilərsiniz. Gəlin sizi ərazi ilə tanış edeyim. Yeni açılmış bir yerdir. Uşaqların əylənməsi üçün nəzərdə tutulan bir yerdir. Belə deyim, özlərindən də maraqlana bilərsiniz. Qısa mən sizə məlumat verim. Valideynlərin girişi pulsuzdur. 3 yaşa qədər uşaqların girişi pulsuzdur. Çıxış buradan olacaq. Valideynlərin girişi pulsuzdur. 3 yaşına qədər uşaqların girişi pulsuzdur. 3-14 yaş uşaqların hər birinə isə 50 manat ödəniş tələb olunur və istədiyi atraksiyondan da istifadə edə bilər. Balaca uşaqların valideynləri də yanlarında olanda daha təhlükəsiz istifadə edə bilərlər. Girişimiz buradandır. Gördüyünüz kimi Bimlənd. Kassa buradadır. Siz ödənişinizi eləyib içəri keçə bilirsiniz. Və burada məlumat lövhəsidir. Gəlin keçək. Bimləndin ərazisidir. Ola bilər bu mahnıya görə məndə müəllifi hüquqları ola bilər. Mən sonradan səs yaza bilərəm. Əsas çəkilişimizi eləyək. Burada su, soğuk, belə şeylər ala bilərsiniz, çipsi. Burada da oturma yeri var. Çox güman ki, yemək yerlərdir. Birinci buralarla tanış olaq. Coffee drink, desert, belə şeylərdir burada. Fast food şeyləri satılır burada. Çəkil. Necəsən? Yaxşı. Nədir bura? Doldurma yeridir. Labirent eləyir. Labirent eləyir. Labirent
istifadə edirlər. Labirint elə. Balaca yıxılarsan. Ayağını geç oradan. Gel. Ayaqqabını giyin. Göz arkadaşlara giyinir sonra. Gel, ayaqqabını giyin. Qaqaşarı getdi. Götürmə, yoxsa yetər. Ayakkabısız labirent olmaz. Labirentə girdi. Onun yolu biraz çətindir. Sağ ol. Sağ olun. Uşaqların əylənməsi üçün çoxlu oyun yerləridir, belə deyim. Gördüyünüz kimi böyük nişandır uşaqların top atması üçün. 3-16 yaş arası. Qeyd edeyim ki, çoxusu da doldurma oyuncaqlardır, doldurmalardır və uşaqlar içində əylənməsi üçün. İçəriyə. Çıxırsan, Ay yavaş. ver mənə aşağı. Bu da sənin ayaqqabıları. Burada uşaqların yerlənməsinə 3 yaşında uşaqlar yerlənə bilər, rahat. Fırlanır. Gəlin. Ən böyüyü budur deyəsən, hə? Bəli. Burada həm sürüşkəndir. Bunlar nədir belə? Hı? Bilmirsiniz? Orada yuxarı çıxmaq üçündür. Daha sonra bura baxaq görək, burada nədir? Bu istifadə olunmur. Bu hərəki tam hazırdır. İstifadə olunmur. Görək burada nə var? Amma çirklidir. Bu çirklidir, heç buradan istifadə eləmək məsləhətdir. Buralar artıq palçıqdır. Bunlar çirklidir. Hələn belə deyim, tam hazır vəziyyətdə deyil. Sonra burada belə bir Viking var, amma o da istifadə olunmur. Reklamında çox böyük ərazi göstərilir. Yəni fikirləşsən ki, ərazisi çox genişdir, amma gəlib içinə baxanda görürsən ki, yəni tez oynayıb uşaq bezəcək. Və bir uşağın girişi üçün 50 manat
Deyərdim çoxdur. Ən böyük doldurma budur demək olar. Ən böyük ərazini bu tutur. İçində fərqli hissələri var. Ən böyük ərazi budur. Bir daha qeyd edirəm. 3-16 yaş arası uşaqlar üçün 50 manatdır giriş buranın. Lakin 50 manat çoxdur. Gördüyünüz kimi burada ox atmadan da istifadə edirlər. Əziz izləyicilər, məndən bu qədər çəkilik, çalışdığım qədər Bimland Uşaq Əyləncə Mərkəzi ilə sizi tanış elədim. Qiymətləri, yaş kateqoriyasını bildiniz. Əgər siz də uşağınızın əylənməsi üçün fərqli bir yer axtarırsınızsa, bura gətirə bilərsiniz. Bura Qala Təbiət Qoruğu ərazisində yerləşir. Uşaqların qidalanması üçün fast food, coffee drink, burada su, əlavə abur-cubur deyə də belə şeylər də satılır. İzləmədə qalın. İzlədiyiniz üçün çox sağ olun. Bundan başqa burada show proqram kimi də musiqi proqramı olacaq. Bugün açılış günüdür. Açılışa özəl. Burada bu formada musiqi proqramı olacaq. DJ də var. İzlədiyiniz üçün çox sağ olun. Təşəkkürlər.